Və sonra vədindən qardaşlarım Allah Taala'nın onu zikr edənləri zikr eləməsidir. Allah Taala buyurur ki: "Fəzkuruni əzkurkum vəşkuruli və la təkfurun." Yəni burada şükürdən də danışır Allah Taala. Buyurur ki, Allah Taala məni zikr eləyin, məni xatırlayın, mən də sizi xatırlayım. Ona görə alimlərdən biri, imamlardan biri məclisdə deyir ki, mən bilirəm Allah məni nə vaxt xatırlayır. Bu söz həqiqətdə təəccüb doğuran bir sözdür. İnsan necə bilə bilər ki, Allah, aləmlərin Rəbbi olan Allah bir insan xatırlasın? Sual verirlər ki, bəs şeyx, necə sən bilirsən ki, Allah səni xatırlayır? Deyir ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, siz məni xatırlayın, mən də sizi xatırlayım. Mən Allahı xatırladıqca, onu zikr elədikcə, onu andıqca, o da məni xatırlayır. O da məni xatırlayır. Və özündə xatırlamasından əlavə dəyərli qardaşlarım, Allah Taala mələklərin də qarşısında həmin qulu və həmin toplumu xatırlayır. Peyğəmbər sallallahu əleyhi və səlləm Allahdan rivayət elədiyi hədisdə nə deyir? Allah Taala buyurdu ki: "Ənə ində zanni abdi bi." Mən qulumun mənim barədə olan zənni yanındayam. Və in zəkarani fi nefsihi zəkartu fi nefsi. O məni birinci zənni deyir Allah Taala. Deyir ki, o mənim üçün necə zənn eləyir? Əgər bir insan Allah barədə gözəl zəndədirsə, Allahı ucaldırsa, Allahı tərifləyirsə, Allaha təzim eləyirsə, Allaha ibadət və itaat üzərində yaşayırsa, Allah üçün həyatını sərf eləyirsə və Rəbbi barəsində zənni gözəldir ki, Rəbbim mənim üçün daim nə edirsə xeyirdir, zənni gözəldir Allah barədə, Allah deyir ki, onun üçün elə də eləyəcəm. Nə zənn eləyir? Elə də olacaq onun üçün. Sonra Allah Taala deyir ki, məni zikr elədikcə mən onunla bir yerdəyəm.